Deməli, bax, burada n sonda 243 ədədini almalıdır. Deməli, mənim n-im bərabər olmalıdır 243-ə. 243 almaq üçün mən burada nə etməliyəm? 3-ü, bax, burada 3-dür də. N-im nədirsə bilmirəm. N-im 1-dir. Yazıram bura 1. 1-i vurub 3-ə, yenə vurub 3-ə, yenə dövr gəlib vurub 3-ə, yenə vurub 3-ə, yenə vurub 3-ə. Neçə dəfə? 243 eləyir. 200 eləyib 43. Deməli, mənim dövrüm neçə dəfə gedib? 5 dəfə dövr gedib. Aydındır bura qədər. 243 ədədini çap edər. Çapa nə gedəcək? Print M. Bax, enim. 243 ədədini 5 dəfə dövr gedib ki, mən sonda deyir 243 ədədi alınmış olar. Mən buradan 5 dəfə dövrümü tapandan sonra indi bunu eləyəcəm. Bax bunu. Deməli, S üstə gəlinsin. Dövrüm neçədir? 3 vurulsun 5 yazırıq. Böyük bərabərdir 15-dən. Bax, yerinə qoyuram. Eynidir. Biri də S üstə gəlinsin, bir dənə ondan az götürürdük. 3 vurulsun 4 kiçikdir 15-dən. Yada düşdü, mən də. İndi həll edirəm. S böyük bərabərdir. 15-dən 15 çıxanda nə qalır? 0. S kiçikdir. 15-dən 4 üçün 12 çıxanda qalır 3. Deməli, burada mənim minimum nə ola bilər? Ən kiçik ədədim. Minimum 0 ola bilər. Maksimumu isə 3-dən kiçiklər nə ola bilər? 2, 1, 2. 1, 2 ola bilər. Mən də elə bir ədəddir ki, burada həmin bu aldığım ədədlərin sonu ya 0-la qurtarmalıdır, ya 1-lə qurtarmalıdır, ya da 2 ilə qurtarmalıdır. Bax, məndə. A-nı bölüb ona, qalıqda nə qalıb? Ya ən balaca minimum 1 olmalıdır, üzr istəyirəm, 0 olmalıdır, ya 1, ya da 2. Burada 3 ola bilməz var, burada 5-lər ola bilməz var, 7 ola bilməz var, burada da 3 ola bilməz var. Yalnız burada Y variantı uyğun gəlir. Sonra 2 ilə qutaranlar. Ya 0 olardı, ya 1, ya da 2. İndi burada bir dənə 2 var deyə biz Y variantını götürürük. Aydındır. Tamam. Yada düştü. Hı hı. Buradan birim verəcəm bir dəqiqə. Buna oxşar da deyil. Birim belə yazın. 16 ədədini çap olunması üçün deməli sualı yazın qırmızı ilə. A bərabərdir int input S0 verib while A kiçikdirsə 7-dən S bərabərdir. S plus A A bərabərdir. A plus 1. Əgər S-in 2-yə qalıqsız bölünərsə, printə gedəcək. S vurulsun 3. Əks halda
Print S plus 1. İndi baxın buna. Biz aya hansı ədəd daxil etməliyik ki, bizim sonda 16 alınıb da. Hə, 16 alınıb. Bax, bura vermişim. Sonra 16 gedib. Baxın bir dənə. Bir dənə ipucu deyim. Buradan ipucu nəyi tutdunuz uşaqlar? Deməli, mən 16 almaq üçün hər hansı bir ədədi 3-ə vuranda 16 eləmir. Mən bir dəfə hə halına gəlməliyəm. Bir dəfə də 16 gəlib yox deyib, elsiyə düşüb 15 üstünə 1 gəlib 16-nı almalıyam. İpucu verdim sizə, indi həmin ədədi tapın. Ne yazmışsın? Hesapladı, 20 bu hesapladı. Eləyə bildiniz. Yox, mənim cavab alınmır. Nə qoydun? A-nın yerinə nə qoydun? Input'a nə qoydun? Intə, A-na. A-ya nə qiymət verdin? 7-yə kimi ədədləri verdim, prosta heç bir alınmadı. Fatimə sən? Dəqiqə. 7-dən kiçik ədədləri qoymalısan da. 7-dən kiçik bir rəqəm qoymalısan. 3, 4 ya 5 ya 6. Onu sən şifahi yoxlamalısan ki, mən nə vaxt 16 ala bilərəm.
While nə deməkdir? Dövr davam eləyəcək. Nə qədər ki, yox deyənə qədər. Alamadım. Deməli, aya verək 4. Deyir 4 kiçikdirmi 7-dən? Deyirəm, hə. S bərabərdir, S-im 0-dır. Üstə gəlişim 4 bərabərdir 4. A da bərabərdir. A-ya 5 vermişəm. A-nın neçədə yuxarıda? 4 plus 1 bərabərdir 5. Əgər S-im neçədir? S 4-ü 2-yə böləndə, bir dəfə əmrin yerinə 4 qoyum. 4-ü 2-yə böləndə qalıbda 0-dırmı? Deyirəm, hə. Bir printə geçsin, çapa geçsin. S-im neçədir? Yerləri səhv yazmışam mən. Dəqiqə. Hə, print 4. 4-ü vurasın, S-im 4-dür də yuxarıda. Print 4 vurulsun 3 bərabərdir 12. S-yə düşməyə ehtiyac yoxdur. While hələ davam eləyir. Yox deyənə qədər davam edirəm. A neçədir burada? 5-dir. Gəlirəm. 5 kiçikdirmi 7-dən? Deyirəm, hə. S bərabərdir. Sonuncu S-im 4-dir. A da 5-dir. Bərabərdir 9. A da bərabərdir. A üstə 1. A neçədir? 5-dir. Üstə 1 gələndə 6. Deyir, S-im 9. Bax, S budur. 9-u 2-yə böləndə if yazıram. İflər. 9-u 2-yə böləndə qalıqda 0 qalırmı? Deyirəm, yox. Bu zaman düşürəm nəyə? Else halına. Nəsə səhv getmədim. Və print S üstə gəlsin. S də bərabərdir. S-in neçədir mənim? 9. 9-un üstünə 1 gələndə hədə 9 plus 1. Buradan çalışdırayım. S. S plus 1 bərabərdir 10. Sonra A neçədir məndə? 6 kiçikdirmi 7-dən? Görə neçə dəfə dövr gedəcək? Deyirəm, hə. S bərabərdir. Siz də baxın, nəyəsə səhv verirəm. 9 üstə gəlinsin 6 bərabərdir 15. Bu sonuncu isim 10'dur. Hə, 10. Dəqiqə. Sonuncu isim 10'dur. 10 üstə gəlinsin A. Yəni 10 plus A da 6'dır, bərabərdir 16. A da bərabərdir A üstə 1. A 6'dırsa plus 1 bərabərdir 7. Buradan gəlirəm. Əgər S, yəni 16 2-yə bölünəndə qalıqda 0'dırmı? Deyirəm, hə. Bu zaman hə dedimsə, S-im neçədir mənim? 16'nı vuracağım 3'ə. Yox, nəysə səhvdir. Yox, alınmadı burada. Dəqiqə, nəsə səhvdir. Nəsə səhv gedim. Dəqiqə. Yol ayırdan yenidən baxaq bura. Məryəm, dəqiq 4 almışam. Deməli, gəlin baxaq bir də şala. 4 kiçikdirmi 7-dən? Görək, harada səhv edirəm. A-ya 4 verdim. Cavab 4 olmalıdır. O zaman deyirəm, hə. Dediyim, hə. S bərabərdir. S-im neçədir? 0 üstə A. A da 4'dür. Bərabərdir 4. Bunların yerini səhv yazmamışam ya. Nə düzdür? Deməli, A da bərabərdir. A 4'dür. Plus 1 bərabərdir 5. Haradasa xırcılı səhv edirəm. Siz də diqqət eləmişsiniz. Deməli, əgər deyir, S-im neçədir mənim? 4.
4-ü 2-yə bölünəndə qalıqda 0-dırmı? Deyirəm, hə. Bu zaman printə gedir. İsim neçədir? 4. 4 vurulsun 3 bərabərdir 12. Printə getdi 12. S yetişməyə ehtiyac olmur. Bu zaman indi nə ilə müqayisə edəcək? A-nı. A-nı 5 almışam sonda. 5 kiçikdirmi 7-dən? Deyirəm, hə. S bərabərdir. S 4-dür. 4 üstə 5 eləyir 9. Əgər 9 A da bərabərdir. A neçədir? 5 plus 1 bərabərdir 6. Əgər S-in, yəni S9-u 2-yə böləndə qalıqda 0-dırmı? Deyirəm, yox. Bu zaman düşürəm S halına. 6 üstə gəlinsin 1. Bu zaman S halına düşürəm. Printə gedir. Yox dediyim üçün bu icra olunmur. S plus 1. 9 plus 1 bərabərdir 10. Biz A-la müqayisə edirik. 6 kiçikdirmi 7-dən? Deyirəm, hə. S bərabərdir. S plus A. 9 üstə 6 bərabərdir 15. 15. A da bərabərdir. A plus 1. Yəni 6 plus 1 bərabərdir 7. Əgər deyir S-in neçədir? 15. 15-i 2-yə böləndə qalıqda 0-dırmı? Deyirəm, yox. Bu zaman düşürəm S halına. Və S-i də, bax, buranı icra edirəm. Print bərabərdir. 15 plus 1. S plus 1-dir. O da bərabərdir 16. Deməli, mən A-ya doğrudan da 4 qiymətini versəm, mən sonda S-in 16 qiymətini almış olacaq. Aydındır. Suala diqqətlə baxırsın. Bunlar asandır deyə, bunları eləmirəm. 45-ə baxın uşaqlar. 45-ə. 11.4-ü neçəyə qədər eləmişsiniz? Sona qədər çatdırmışsınız, 90-a qədərdir, yoxsa 70 dənəsini yazdım. yenə də n 64 dəyərini alıb, 64-ü almaq üçün birinci dövr sayını tapırıq, sonra da yerinə qoyub rahatca gedirik. Bunları kesinlikle edirik. Cavabı alıb, variantlara baxmayın ki, o cavabı almadım. Variantlar yuxarıdakılarına uyğun eləyəsiniz. Deməli, qalıqdan tamı çıxarsınız, onda cavab görmüş olasınız.
Həmin ədədi variantlarda qalıqdan tamı çıxasınız, onda tapdığınız cavabı o zaman alacaqsınız. Yəni variantları tam misalın həllində almıyorsunuz. Yerinə qoyursunuz. Nə olmasın? İkisini de kendinize göre. Mənfi 15-dən kiçik 16 deyil. Mənfi 15-dən kiçik mənfi 16 deyil. Mənfi 20. Yanaşa bildiniz. Aldım ben. Nə oldu? 5.29. Baxaq bir dənə. Dövr sayını nə qədər tapdınız? Enin Çift 6 da. en sonda 64 almalıdır. Eləmi? 64 çapa getməlidir. En 64-ü çapa getmək üçün deməli 2-yə vurulsun, 2-yə vurub 2-yə. Sonda 64-ü alıb. İndi nə idi? Burada 1 idi. 1-i vurub 6 dəfə 2-yə 64-ü alıb. Deməli mən burada 6 dövr sayını tapdım. 6 dövr sayını tapandan sonra digəri yerinə qoyuram. Deməli S plus 7 vurulsun 6 kiçikdir 20-dən. Bir də S plus 7 vurulsun 5. Ondan bir dövr az götürürük. Böyük bərabərdir 20-dən. İndi başlayıram həll eləməyə. S kiçikdir 20-dən 7 artım 42 çıxanda nə qalır? Yoxsa 7 5-in? 7 artım 42 yəni. Mənfi 22 qalır. Dəqiq. S kiçikdir, mənfi 22. Eləmi? Bunu aldım. Sonra da S plus 35 böyük bərabərdir 20-dən. S böyük bərabərdir 20-dən Eləmədi. 35 çıxanda neçə qalır? Əksini götürəcək, nə olur? Burada da qalır mənfi 15. Düz hesabladım. Deməli mənim burada uşaqlar. Burada 22-dən mənfi ədəd nədir? İşarələri səhv götürmüşəm. Dəqiq.
İşarələri səhv qoydum. Dəqiq, dəqiq. Sonda işarələri səhv qoymuşum. Bu deməli is kiçikdir. -15 olmalıdır. Burada is böyük bərabərdir. -22 olmalıdır. Burada böyük ədəd 22-dən böyük ədəd elə -22-dir. Bərabər olduğu üçün -22-dir. Burada 15-dən kiçik ədəd -16-dır. Deməli, mənim hansı aralıqda alır qiymətim? -16. Bu biraz bəli sualdır, asan sualdır. -17, -18, -19, -20, -21, -22-yə qədər alır. İndi mən bu variantlarda nə etməliyəm? Görüm, hansını aparıb mən nə etməliyəm? Yuxarı aparıb qoymalıyam variantla. Görək bu hansı aralıq? Deməli, 526-nı qoyaq. 526-nı ona böləndə, bax, bu rəqəmlərdən almalıyam. Bu rəqəmlərdən kənara çıxmamaq şərti ilə. Hansı ki, bunları aldım da mən. Minimumdan maksimum ədədi. Bu maksimum ədədimdir, bu biri minimum ədədimdir. 226-nı aparaq qoyaq bura. 6-dan 52 çıxanda, bax, bu da elə bir ki, aparıb qoyaq yerinə. 526-nı bölüb 10-a, ondan da çıxıb 526-nı tam ona bölməsindən. Burada 6-dan çıxıb nə? 52. Nə qalır? 6-dan 52 çıxanda -42. Yox, nə qalır? Nəbər? 46. -46. Burada -46 yoxdur. Deməli, bu variant getdi. Gəl 529-u da yoxlayaq. 529'a. 9'dan çıxın 52-ni nə qalır? 9'dan çıxın 52-ni. -43. Bu oldu -43. 6'dan çıxın 25'i. 6'dan 25 çıxanda mənfi neçə qalır? 19. -19. Bax, -19 mənim aralığıma aiddir. Bəli, aiddir. Bu mənim düzgün variantım. İstəyirsiniz yoxlaya bilərsiniz. 2-dən çıxın 65-i yoxdur bu aralığında. 5-dən çıxın 92 yoxdur bu aralıqda. Deməli, bir dənə mənim bu şərtimi ödəyən C variantında olur. Qırx ikiyə baxın. Ən böyük qiymətində proqram 4 ədədini çap edər. Bunları yaxşı-yaxşı öyrənmək lazımdır. Bu tipləri qoyursuz qabağına video kayd eləyirəm. Yenidən yönəldəcəm sizə. Yəni ki, bunları rahat-rahat dəfələrlə baxıb bunları analiz edirsiniz. Analiz eləməsiniz mümkün deyil. 2 sualda bu tipdə düşür. Proqram 4 ədədini çap edər. Deməli, mən bir dəfə dövr. Elə bir ədəd qoymalıyam ki, bir dəfə dövr geçsin. 15-ə yaxın olsun ki, o ədəd. 15-ə yaxın olsun o ədəd. Mən cəmi bir dəfə dövr eləyim, mən elə eynim 4 ədədini çap etsin. O da variantlarla işləyirsiniz. Bax, variantlara baxıb yazasınız ki, variantı qoyasınız yerinə yuxarıda.
Bəli, Değil. bəli. Burada qiymət deməli, A variantını qoysaq, 14-dən çıxıb 4-ü. Neçə qalıb? 10-dur. 10 üstünə 2 gələcək, 12, bir də dövr gelir. Burada 2 dəfə dövr var. Sonra 44-dən 1 çıxıb, bu 40, bu vəbşi ümumiyyətlə ödəmir. 414, 41-dən 4 çıxıb, bu da böyüdü. 441-ə baxın, 14-dən 1 çıxıb, 13. 13 kiçikdirmi 15-dən? Deyirəm, hə. S bərabərdir 13 plus 2 bərabərdir 15. N də bərabərdir. N-in yuxarıda 1-dir. 1 vurulsun 4 bərabərdir 4. Gəlirəm, yox deyənə qədər while davam edir. 15 kiçikdirmi 15-dən? Deyirəm, yox. Elə burada mənim dövrüm bitmiş olur. Burada olur, deyil. 43-ə baxdıq biz. 43-ə baxın, sonda 43 ədədini alın. Yoxsa bayağı Buna baxdıq, hə, baxdıq. 4. 44-ə baxın uşaqlar. Ən kiçik qiymətini çap edər. Yəni dövr ən kiçik deyirsə, dövr çox az getməlidir. 45-ə yaxın bir ədəd götürməlisiniz. Ən kiçik deyirsə, dövr çox az getməlidir. Ən böyük deyirsə, kiçik variantını götürürsünüz. Kiçik variantı götürürsünüz ki, dövr çox getsin, mən böyük qiymət alım. İndi mənə nə deyir? Ən kiçik deyir də. Ən kiçik dediyi üçün biz variantlardan ən böyüyü götürəcəyik. Değil. Yok, değil. Həll eləyib tapdınız, bədahətlə Yox, dediniz. Yerinə qoyub həll eləyin, həll eləyin. Eksi 10'a bölende Ona kalır. tam dönemde 40 kalmaz. Hansını dediniz, yoxlayaq. Deməli, yerinə qoyaq. Bərabərdir. D dediniz. S. Aha. 431. Burada S yeni qiymət alıb. 431-i tam 10-a böləndə qalır 43. 43 kiçikdirmi 45-dən? Deyirəm, hə, olur 45. Burada da n 1 idi, n bərabərdir 2 qiymətini alır. İndi ikinci dövrümə gələncə 45 kiçikdirmi 45-dən? Deyirəm, yox. Dövrüm dayanır. Deməli, mən ən kiçik qiyməti neynirəm? Çap etmiş oluram. N-in 2 qiymətini alır. Bəli, düzdür. Ən böyük desiydi, ən balaca rəqəmi götürərdim. Aydındır burası. Baxaq görək. Dəlizlərin eləyək ki. 5. 5 elədi də, hə. 5. 52-yə baxaq. Anne bir de bakalım. Yaxşı, 52-yə baxaq, taymını kəsdim, baxarıq 51-ə. Bunu eləməyə çalışın. Üç dənə rəqəm çapa getməlidir ki, S hər dəfə A üstü, A plus 1, 3 qiymətini alacaq. Cəmi 3 dənə rəqəm çapa getməlidir. Deməli, 999 son ədəd. Elə bir ədəd olmalıdır ki, bunlar nədir uşaqlar? Nasıl, belə deyim, əməli icra edir? Bax, bunlar rəqəmlərin cəmidir. Bax, 3 rəqəmli, məsələn, 3 rəqəmli ədədlərin cəmidir.
Məsəl üçün, bura vermişsən 999, bu tapacaq 27. Sonra 27 5-ə bölündə 0 mı qalır? Siz elə bir rəqəmlər götürməlisiniz ki, Evet. o cəmi bura 3 dəfə dövr geçsin, 3-ü həll eləsin. Bura range var deyə 999 gedir. Ondan kiçik ədədlər olsun, cəmi 5-ə bölünsün. Bax, bunu yadda saxlayın. Ədədlərin cəmi tapılır. Bu. Üç rəqəmli ədədlərin ekrana çıxardır. Daha doğrusu. Bu birinci rəqəmi çıxardır, bu ikinci rəqəmi çıxardır, bu da üçüncü rəqəmi çıxardır. Sonra K1, K2 üstə gələndə. Eləyin görün. Neynədir uşaqlar? Buraya yazmaya çalışıyorum. Gör hansı 5-ə bölünür də? Hansı bölünür? 983, 984, 85. Yəni hansı qiymətlər alır? Hansının rəqəmləri cəm 5-ə bölünürsə o götür. 3 dənəsini götürəsən də ən kiçik. Hansından başlayır ən kiçiyi götürəcəksin. Məsəl üçün 999 bildiniz də bu rəqəmlərin cəmini çıxardır. Bu 9 məsəl üçün rəqəmlərin cəmini çıxardır da bu. Bu da rəqəmləri cəmləyir. 5-ə bölünməsində alınan sıfırdırsa, hər dəfə A1 plus artır. Mən elə eləməliyəm ki, n-dən 1000-ə qədər
Bu aralıqda mənim 3 dəfə hər hansı bir ədədin rəqəmləri cəmi 3 dəfə 5-ə bölünsün. 5-ə bölünən 3 ədədim olsun. Orada da ən kiçik deyil, hansını götür. 3 9-un 27. Bu cəmi 27 eləyir. Məsələn, 999-u qoysun. Bura nə çıxacaq? 9. Bura nə çıxacaq? 9. Burada 9 çıxacaq. 9-un üstünə 9, 9 bu oldu 27. 27-ni 5-ə böləndə qalıqda 0-dırmı? Yox. Mən deməli 999-u götürə bilmərəm. Aydındır bura qədər. Götürə bilmərəm. Götürək 998-i. İndi burada nə çıxacaq? 998-i götürəndə 9, burada nə çıxacaq? 9, burada nə çıxacaq? 8. 2 9-un 18, üstə 8 gələndə neçə eləyir? 24. 24 eləyir. Bunun cəmi 24 eləyir. Deməli, bu 5-ə bölünəndə mən hər dəfə hər deyirəmsə bura, mənim ayım 1 plus artacaq. Deməli, 998 edir. Götürək 997-ni. Bu deyəsən, bu 25 eləyir cəmi. Aha, birini tapdım. Deməli, 25-i tapdım birini. Sonra 996 eləyəcək. Eləməyəcək. Eləyəcək bir də 992, 988. Sonra hansı eləyir bura qədər rəqəmlərin? Bildiniz də mənə. 984. Yox. 984 eləyir. 84. Deməli, bu elədi. Bir də bu elədi. 84 eləmir. Eləmir. 83 eləyir. Yox. Ən kiçik 83 eləmir. Deməli, eləmir. Hardan başlayırıq biz? Hardan başlayır ən kiçik rəqəm? Bunun da cəmi 25-dir. Bunun da cəmi 25-dir. 988-dən. Deyir ki, ən kiçik qiymətində proqram ekrana hansı dəyərini çap edər? Deməli, bura 984-ü daxil edir. Yox deyə gəlib. 83 eləsə nə eləyir? 83 eləyir də. 9-un 8 gələndə neçə eləyir? 17. 17-nin 3 gələndə 20 eləyir. 20-də 5-ə bölünür də. Aydındır. Mən 20-ni götürsəm, burada 4 dənə rəqəm eləyəcək. 3 dənə eləməyəcək. Bax, 3 dənə eləməyəcək, 4 dənə eləyəcək. 1, 2, 3, 4. Ona görə mən 83-dən sonraları yoxlamalıyam. Deməli, mənim ən kiçik qiymətim nə olacaq? 984-dən başlayacaq. Ta 999-a qədər bu şərtimə görə, yəni. Deməli, bu 983-dən başlayıb 999-a qədər. Range 1000-dən 1 vahid az götürür. Və burada həmin bu 3 qiymətlər 5-ə bölünür. Mən də hə deyim, mənim 3 dəyərim çapa gedir. Burada olur A variantı. Bir də izah edeyim. Range nə deməkdir? Fourier range. Dövrlərin sayıdır. Burada deyir ki, n hansı ən kiçik qiymətindən 1000-ə qədər, yəni range 999-a qədər rəqəmlərin cəmin 5-ə bölünürsə, mən hə deyib 3 dəyərini çapa verəcəm. Bura 3 gedəcək. Yəni A hər dəfə üstə gəlinsin 1, hə deyəcəm, bura 5-ə bölünəcək. Plus 1 eləyib. Mən burada pirində 3-ü aparmış olacam. Burada mənim sonuncu rəqəmim 999-dur. Burada başlayıram. 9 ən kiçikdir 983-dən. 983-dən. Ümumiyyətlə bu tərəfə də 983 variantla getmirəm. 999-dan qabaq nə gəlir? 998, sonra nə gəlir? 997, sonra nə gəlir? 996, 995, 994, 993, 992, 991. Bir-bir yoxlayıram.
Yerinə qoyanda bilirsən də bu dedim ki, rəqəm 3 rəqəmli rəqəmlərin ekrana çıxarır. Bura nə çıxacaq? 9. Bura nə çıxacaq? 9. Bax bunu qoymuşam yerinə. 999. Bura nə qoyacağam? 990. İndi K1-i nə almışam? 9 plus 9 plus 9. Cəmi nə elədi? 27. 27-ni 5-ə böləndə qalıqda 0-dırmı? Deyirəm, yox, 0 deyil. Deməli, mənim üçün ayım üzr istəyirəm. 1 vahid artmayacaq. Bu getdi. Bura qədər aydındır. Keçirik 998-ə. Bu getdi. Keçirik 998-ə. Bura nə çıxacaq? 998-i çıxacaq bura 9. Bura nə çıxacaq? 9. Bura nə çıxacaq? 8. Yerinə qoyuram. K, K1, K2. K-nı neçə almışam? 9. Üstə gəlinsin 9 plus 8. 9, 9, 18, üstə 8, 26. 26-nı 5-ə böləndə qalıqda 0-dırmı? Deyirəm, yox, 0 deyil. Yenə də burada mən ayım 1 vahid artmayacaq. Çünki mən yox dedim. Axı if hə deyəndə biz əməl edirik. Sonra keçirəm, bu da getdi. 997-yə. 9 nə 9. İndi mən buranı tutdum da. Buranın məntiqini tutdum. Ta gətirib yerinə qoymağa ehtiyac var. İndi belə gedəcəm. 990. Bunu pozun. Çaşdırmasın. 997-ni görə 20-yə nə? 25-ə bölün. 18. 18-in üstünə 7 gələndə neçə eləyir? 25. Biri budur, tapdım, bölünür. Bax, biri budur, bölünür. Sonra bu neçə eləyir? Bölünmür. Bu bölünür. 18 üstünə 5 gələndə 23 bölünmür. Bu bölünür. 22 bölünmür. Bölünür. 21 bölünmür. Bölünür. Bu bölünür 20. Neçə eləyir? 18, 20. 5-ə bölünür. Birində tapdım. 92. Bu olmalıdır 91. Bu da bölünmür. Sonra nə gəlir? 990 bölünür. 990. 900. Mən elə eləməyəm ki, 3 olmalıdır da. 989. 988. İndi yazmağa ehtiyac var. Hansı bölünür? Bu da bölünmür. Bu da bölünmür. Bu da bölünmür. Ta ki gəlir 983. Bax, bu bölünür. Sonra 980. Yox, 992 bölünür. 900. Bu da bölünür. Axı siz dinləmirsiniz. Bu bölünür. 988 bölünür. Neçə eləyir bunun cəmi? 25. Bəli, biri də budur. 25. Deməli, bu da bölünür 25-dir. Mənə deyir ki, 3-ü bölünsün. Mənə deyir ki, 3 ədədini alsın. Birini tapdım, bu. Birini tapdım, 992. Birini tapdım, bu. Mən bunu 983-ü götürə bilmərəm. Onda mən A-nın burada 1 vahiddə artır. A bərabərdə 4 olacaq. Axı, mənə deyir 3 dəyəri çap olunsun. Ona görə mən 983-ü yox, onda ən kiçiyə qədər 984-dən başlayacaq mənimki. 984, 4-dən başlayacaq, 999 aralığında mən 3 rəqəmim neyəcək? 5-ə bölünəndə və buradan 3 rəqəmim çapa getmiş olacaq. Məncə aydın oldu. 984-də 9 gün 3-də gedir axı. Yox, gedir. Ən axırıncı 984 qutarır 84-dən. 84-də qutarır, 83 də bölünür. 83 də 5-ə bölündüyü üçün mən onu götürə bilmirəm. Nə olsun, bölünür. Mənə deyir, 3 dənəsi çıxsın axı. Məndə də 3-ü çıxıb da. Biri budur, biri bu, biri də bu. Bunu götürə bilmirəm. Ona görə bundan o tərəfləri götürürəm. 984-dən başlayaraq götürürəm. Həqiqətən də 984-dən 999-a qədər 5-ə bölünənlər 3 dənə rəqəm. 3 dənə ədəddir, daha doğrusu. 997-dir, 992-dir, bir də 988-dir. Ona görə mən 984-ü götürdüm ki,
3 dənəsi bölünür, axırda gəlir 4 dənəyə çatanda o götürmürəm mən. Götürə bilmirəm, amma ondan böyüyü başlayıram götürməyə. Bu da biraz qəliz sualdır. Məntiqini tutmaq lazımdır. 53 rahat sualdır. Buradan biləsiniz. Həm 3-ə, həm 5-ə, həm 7-yə bölünən ədədlərin. 51'e bakalım. Bunlar rahatdır. Mən harda belə deyəndə 49-u eləmisiniz, 49. Hə, 51-i bayaq dedim. 51. Baxın. Deməli, proqramın icrası zamanı x dəyişənin hansı ən böyük natural qiymətində proqram əvvəlcə 3, daha sonra 2 qiymətini çap edər. Deməli, A burada 3 olmalıdır. B də burada 2 qiymətini çap etməlidir. Deməli, mənim bu x bölünsün 2 bölün 8, deməli bu 8'li say sistemində olmalıdır. Bax, buradan bunu tutmalısınız. Bu 8'li say sistemində olmalıdır. Məndə burada 3 dənə tək ədədim olmalıdır ki, mən yox deyəm. Tək ədədim olmalıdır. Mən yox deyəm, düşəm else halına. 2 dənə də cüt ədədim. Mənə də deyir ki, həmin bu natural qiymətin ən böyük, hansı ən böyük natural qiymətində? Deməli, mənim 8'likdə 7, 7, 3 dənə 7, 7'dir. Sonra da bir dənə cüt götürək ki, 2'yə bölünəndə mən hə deyim. 6, 6'dır. Bunun da indeksində 8'likdir. Bax, hardan bildim? Buradan tutdum. Mən demişəm ki, bu bölünsün, x bölünsün 2 olanda 2'li say sistemindədir, 8 olanda 8, 16 olanda 16. 8'li say sistemində də ən böyük elə bir rəqəm götürməliyəm ki, bura 3 qiymətini alsın, bura 2 qiymətini. Deməli, əvvəl 2 dənə tək imiş, üzr istəyirəm, 3 dənə tək imiş ki, yox demişəm, 3 qiymətini alıb, sonra da 2 dənə cüt imiş. İndi əgər bu 8'likdədirsə, bunu biz nə etməliyik? 0, 1, 2, 3, ta gedib bunu götürmürəm, ha. Sonra 7 vurulsun 8'in plus üssü 4 üstə gəlinsin. 7 vurulsun 8 üssü 3 plus 7 vurulsun 8 üssü 2 plus 6 vurulsun 8 üstü 1 plus 6 vurulsun 8 üstü 0. O da bərabərdir. Hesablayanda. 32.692. 94 eləmiş olacaq. B variantı. İstəyirsiniz hesablayarsınız. Aydındır. Onluq ədəd desəydi, burada 10 olsaydı, biz nə edəcəkdik? Götürəcəkdik 9, 9, sonra da 8, 8. Bax, bu formada. Bu formasından bilirik ki, bu hansı say sistemindədir. Sonra hansını demişdik? Burada 55 də var, 55 də. Bunlar asandır. 55'ə baxaq. Bakalım. Bunlar rahat suallardır. Bunlar eləməlidir. 55'ə baxaq. Özünüz eləməyə cəhd edirsiniz, yoxsa mən eləyim? Proqram icrası zamanı S dəyişənin 94 dəyərini alması üçün N dəyişənə daxil ediləcək ən kiçik və ən böyük 3 rəqəmli ədədi müəyyən edin.
Yenə də ilk öncə biz dövrlərin sayını tapmalıyıq ki, bizdə S nə alıb? 94 alıb. Eləmi? Bax, S 94 alıb. Pirində 94 gedib. Alması üçün. Bura nə eləyib ki, bu 94 alıb? Deməli, mənim S-im neçədə yuxarıda? 3-dür. 3-ü vurub 2-yə, üzərinə gəlib 10-u. Neçə eləyib? 16. Sonra 16-nı vurub 2-yə, üzərinə gəlib 10-a. Neçə eləyib? 32, o da 42. Sonra 42-ni vurub 2-yə, üzərinə gəlib 10-u. Neçə eləyib? 2 kim 4, 4 kim 84, üstə 10 gələndə 94. Deməli, mənim neçə dəfə dövr sayını tapdım? Bax, neçə dəfə dövr elədi? 1, 2, 3. Bax, bu asandır. Birinci dövrlərin sayını tapırsınız. Nə eləyib ki, S-i verib də yuxarıda 3 dənə. Qoydum yerinə, 3 dəfə dövr elədim, 94-ü aldım. Yəni, bu dəyəri aldım. Deməli, 3 dəfə dövrüm verib. Dövrü gedəndən sonra qalanı rahatdır. Dövrü tapdım, gətirib qoyuram yerinə. Qoyuram yerinə. N, ay sağ ol, plus 3 dəfə dövrüm gedir. Vurulsun 7, böyük bərabərdir 50-dən. Bax, nə eləyir? 10 eləyir. Birində n vurulsun 3, plus 3, dövrün birini azaldıran kiçikdir 50-dən. Bu böyükdə axı, bu böyük rəqəm çox dövrü böyük bərabərdə götürür. Hə, bir vahid az. 2 dövr gedirəm. Yox, bura 2-yə vuracaq, değil mi? Hə, hə, düz deyirsən. Hə, düz deyirsən, qızım. Düz deyirsən. Nə? 2-ni vuracam 7-yə. Deməli, burada həll eləyəndə n plus 3, 7, 21 böyük bərabərdir 50-dən. N böyük bərabərdir. 50-dən 21 çıxanda neçə qalır? 29. 29. Burada da n plus 14 kiçikdir 50-dən. N kiçikdir. 50-dən 14 çıxanda 36. Burada 29 qalır. Burada da 35 qalır. 35 qalır. İndi mən gətirib elə bir rəqəm, bax, bunları qoymalıyam ki, yerinə. Deyiləm, minimum, bax, minimumdur bu. Minimum, bu da maksimum. Desə sizə minimum, maksimum tapın. Asandır. Gedib bunları 29-dan 35-i götürəcəm. Amma məndə yuxarıda hadisə baş verib də burada. Deməli, burada hansı rəqəmləri biz qoysuq yerinə? Bu rəqəmi alarıq. Gəlin 120-ni qoyalım. 120-ni ona böləndə nə qalır? 0. 0-dan da nə çıxıb? Bu olmadı. Gəl C variantına baxaq. 290 bölüb 10-a və çıxıb 290-ı belə yazıram ki, başa düşəsiniz. Bölüb 10-a. 290-ın 10 qalığa bölünməsindən 0 qalır. Ondan da çıxanda 29-un qalır 29. Elə mən birim tapdım, bax buradan. 29-u aldım, bəli. Sonra burada da 449 bölüb 10-a çıxıb 449-u tam 10-a bölünməsi. Burada da qalıb 9 çıxılsın. Neçə? 44. Bu da neçə eləyib? Qalıb 36. Eləmi? 36. 9-dan 44 çıxanda nə qalıb? Hətta düz gedmir, hə?
Beş kalır. Neçə qalır? 5. Hə, qalır 35. Mən bura baxıram. Niyə 36 deyirəm, niyə alınmır? Deməli aldım da bu həmin ədədləri. Biri 29, biri də 35. Deməli burada hansıymış C variantı. Məntiqin tuta bildiniz bunu? Alıb bu cavabları minimum maksimum soruşanda asandır. Amma bu sizi çaşdırmasın. Bax bu aparıb qoyasınız yerinə variantları. Görün bu aldığınız rəqəmi alırsansa o variantı götürəsin. Bunu yoxladıq olmadı. Bunu yoxladıq oldu. Deməli burada nəymiş? C variantı. Bir dənə özünüz buna düşünün. Məncə də bu da dəlizdir. Bunu da eləyə bilməlisiniz. Amma baxın yenə də. Mən 2% yarıdan qəbul edir. Siz izah etməsi daha yaxşı olar. Çünki hər an telefon sönə bilir. Deməli, burada bax, əvvəl dövrün sayını tapırıq. Dövrün sayını tapmaq üçün biz en çapa gedib də bu enə en çapa getdiyi üçün eni neçə verilməli yuxarıda? Nə var? Qoyuram yerinə. 222 çıxılsın 5. Bilmirəm ki, dövr nə qədər gedib. Dövrlərin sayını K-la götürürəm. Və bərabər olub, nə alınıb ədəd? 77 alınıb. Buradan da nə tapırıq? 5K bərabərdir 140. Neçə alır? 145. Bunu da böləndə böl bir dənə. Məncə də 29. Bax, bu bizim dövrlərimizin sayı. Bu dövr başqa formada tapdı. İndi qoyuram yerinə. S-mi neçə verir? Bax bunu. S-mi neçə verir? 22 plus 29K. D verib də mən D yazacağım. Dövrlərimi sayım D verib, siz çaşmayın. K yazmayacağım. 29D böyük bərabərdir. Neçədən? 390'dan. Buradan D böyük bərabərdir. ...390'dan 29 çıx. 368. 29 diye yazlar. Burası 29'da. 29. Bu da 12. D böyük bərabərdir. Təqribi 12. 12 tam belə bir alınır. Amma biz nəyi götürəcəyik? 12. 12'ni yox. Böyük bərabər deyə mən 13'ü götürəcəm. Bax, bunu yadınızda saxlayın. 13'ü götürdüm. İndi burada nə edəcək? Siz deyin, mən yazın. 22 plus, burada dövrlərin biri 29 idi, 28 eləyir. 28 kiçikdir 390'dan. Burada da 28D kiçikdir 390'dan 28 çıx. 368. Burada da D kiçikdir. Qalır 13 tam neçə? Burada da olur. Kiçikdirsə mən tamı götürməliyim 13'ü. Vəssalam. Məndən nəyi soruşur? 13. Girişə daxil edəcək ədədi soruşur. Bu da 13'dür.